Salam, hər vaxtınız xeyir olsun. Əziz şagirdlər, 2026 lisey və gimnaziyalara hazırlıq üçün qəbul sınağı, sınaq 5-in izahını paylaşmağa çalışacağım. Riyaziyyat suallarıdır. Daha sonra isə məntiq suallarını da izahını paylaşmağa çalışacağım. Başlayaq 21-ci sualdan. Deməli, qonşu bucaqlının dərəcə ölçüləri 3-5 nisbətində böyük bucağı tapın bizə soruşur. Təbii ki, biz bilirik ki, qonşu bucaqlar açıq bucaq üzərində olur. Məsələn, bu formasında qonşu bucaqların cəmi 180 dərəcə olmalıdır. İndi 3-5 nisbətindədirsə, onda kiçik tərəfə 3x, böyük tərəfə isə 5x götürsək, bunların cəmi 180 olmalıdır. 3x üstə gələk 5x bərabərdir 180. Toplasaq 8x bərabərdir 180. Sonra x-i tapmaq üçün 180-i 8-ə bölmək lazımdır. Burada bölək. 8-ə bölsək alınacaq. 2 8-im 16. Çıxanda 20, 20-nin içində deməli neçə fili 2 dəfə 2 8-im 16. Çıxanda 4. Bura vergül atırıq. Bura 0 atırıq. 5 8-im 40 və burada tamamlanır. 22,5. X 22,5 alındı. Bizdən böyük bucağı istədiyi üçün 5x-i tapmalıyıq. Yəni 5-i vurmaq lazımdır 22,5-ə. 5-i vurmalıyıq 22,5-ə və sonuçta cavabı tapmalıyıq. 5 5-im 25, 2 yadda 5 2-im 10, 2 yadda 12, 5 2-im 10, 2 yadda 12. Cavabımız, yəni böyük bucağımız 112,5 alınır B variantı. Sonra keçirik 22-ci suala. 445 vurulsun 8000, daha doğrusu 4455 vurulsun 8899 hasilinin 8-ə bölünməsinin qalığı tapın. Bunun daha asan yolu 8-ə bölünmə əlamətini bilmək lazımdır. Yəni 8-ə bölünmə əlaməti ədədin son 3 rəqəminə baxmaq lazımdır. Buradakı hasildəki. Yəni 455-in də 8-ə bölünməsinə alınan qalığı 1 tapmalıyıq. 899-un da 8-ə bölünməsinə alınan qalığı 1 tapmalıyıq. Bu daha qısa yoldur. Bir başa vurub hesablamaq daha uzun yollar. Deməli, birinci bunu hesablayaq. 8 5-im 40, çıxanda 5, 55-in içində neçə dəfə edir? Deməli, 8 7-im 56, daha doğrusu 8 7-im 56 çox eləyər. Ona görə də 6 8-im 48 yazaq və qalıq 7 edir burada. Birincisində qalıq 7 alındı. Sonra ikincisində 1 8-im 8, çıxanda 0, 9-un içində bir dəfə 8, çıxanda 19, 19-un içində isə 2 8-im 16, qalıq 3. Burada qalıq 3 alındı və qalıqları bir-birinə vurub 3 7-im 21. Sonra yenə 8-ə bölmək lazımdır. 21-i də 8-ə bölsək, deməli 2 8-im 16, çıxanda qalıq 5. Bax, bu son cavabımız, son qalığımız düzgün variantdır. 2-də cavab, deməli D variantı 22-ci sualda. Keçirik 23-cü suala. Bizdə nə istəyir? 8-də 1 kiçikdir, 36-da n kiçikdir, 3-də 1 şərtini ödəyən n natural ədədlərin cəmini tapın. Deməli, ortaq məxrəc gətirmək lazımdır təbii ki. 36, 8 və 3-ün əkobu, yəni ortaq məxrəc, bunlara təbii ki 72 alınar. Ona görə də bu 8-ə 1-i 9-a vurmaq lazımdır. Bunu da 9-a vurmaq lazımdır. 72-də 9 kiçikdir. Bunları 2-yə vurmaq lazımdır. 72 alınsın deyə. 72-də 2n kiçikdir. Bunu da isə 72-ni 3-ə böləndə neçə alınırsa onu yazacağıq. 2 3 6, çıxanda 12, 4, 24. Bunu da 24-ə vurmaq lazımdır. Alınır 72-də 24. İndi ortaq məxrəc gətirdiksə artıq burada n tapmaq asanlaşır. Çünki məxrəclər eynidir. Ancaq sürətlərə baxırıq. Sürətlərə baxsaq, burada 2n var. Təbii ki. Çünki n-i 2-yə vurduq. Deməli, 9-dan böyük olması üçün, belə yazırıq. 9 kiçikdir 2n, kiçikdir 24. Hər tərəfi 2-yə bölsək, yəni burada bütün tərəfləri 2-yə bölsək, alınacaq 4,5 kiçikdir n, 2-ni 2-yə böləndə n eləyir. Kiçilsin, 24-ü 2-yə böləndə 12. Burada n-in yerinə hansı natural ədədlər ola bilər? 4,5-dən böyük 5,
Yazıram bura n bərabərdir 5, 6, 7, 8, 9, 10 və 11. Çünki 12-dən kiçik olmalıdır. Və cəmin tapını istəyir. Cəmini də toplayaq. İndi bərabərdir. Bu üçün cəmi eləyəcək. Deməli 30. Sonra 30-un üstünə bir də 15 gəlsək alınar 45. 45-in üstünə 5, 50. 50-in üstünə 6, 56. İkinci sualda, deməli 23-cü sualda cavab 56 C variantı. Bunları bir-bir toplamaq lazım idi. Daha sonra deməli 4 usta 4 masanı 4 saata düzəldir. Eyni sürətlə aşağıda yazaq bunu da. 8 usta sonra 12 masanı neçə saata düzəldir? Bura 2 saat yazaq. Bu tür sualları həll etmək üçün birinci düz mütənasibatsızdır yoxsa tərs mütənasibatsızdır, onu fikirləşmək lazımdır. Usta ilə masa deməli düz mütənasibatsız olduğu üçün bunlar çarpaz vurmaq lazımdır. Birin belə, birin belə. Amma usta ilə saat, usta sayı azaldıqca saat artar və yaxud da usta sayı artdıqca saat azalar. Ona görə də usta ilə saat artıq tərs mütənasibatsız olduğu üçün bunlar qarşı-qarşıya vurmalıdır. Ona görə bunu bura çəkirik. Buradan da elə ki usta ilə saat düz mütənasib olmalıdır. Ona görə bundan aşağı çəkirik. Bu şəkildə çarpaz vurmaq lazımdır. İndi birinci qırmızı xətlərə baxaq. 8 vurulsun burada 4 vurulsun x bərabərdir digərləri. 4 vurulsun 12 vurulsun 4. Burada ixtisarlarımız gedə bilər, islah gedə bilər ədədlərimiz. 4-dən getdi. Sonra bu ikisi 4-ə bölünür. Burada 1, burada 2 qalır. Sonra yazırıq ki 2x. Burada 2x qaldı. 2x bərabərdir 12. 12x bərabərdir 6. Yəni 6 saata düzəldir B variantı. Keçirik 25-ci suala. Deməli 240 ədədinin sadə bölənlərinin cəmi 240-ın sadə bölənlərinin cəmi m olarsa m kvadratının sadə bölənlərinin cəmini istəyir. Birinci 240-ın bölənlərini yazsaq 240-ın bölənlərini göy qırşağı üstünə yazacağım. 1 240 1-ə bölünür, sonra 240-a, sonra 2-ə bölünür 120, sonra 3-ə bölünür deməli 80, 4-ə bölünür 60, 5-ə bölünür deməli 240, 48 alınır. Daha sonra 6-ya bölünsə təbii ki 40 alınır. 7-yə bölünmür. 8-ə bölsək, burada hamısını yazmağa çalışacağım. 30 alınır. Burada yazaq. 8-ə bölünsə 30. Daha sonra 9-a bölünmür. 10-a bölsək 24. 11-ə bölünmür. 12-yə bölsək 20. 13-ə bölünmür. Deməli 14-ə bölünmür. 15-ə bölsək də deməli 16 alınır. Bitti burada. İndi sadə bölənlərinin cəmi deyir. Sadə bölənlərini tapaq. Sadə ədədlər, yəni 2, 3, 5. Burada başqa sadə bölən varmı? Təbii ki, digərləri mürəkkəbdir. Bir isə nə sadə, nə də mürəkkəb deyil. Başqa yoxdur. Deməli 2, 3 plus 5-in deməli cəmi m-dir. Yəni 10 deyir. Onun kvadratı deyir. Bu m-dir. Onun kvadratı, m kvadratı, yəni onun kvadratı bərabərdir 100. 100-ün sadə bölənlərinin cəmini istəyir bizdən. İndi isə 100-ün sadə bölənlərini burada yazmağa çalışacağım. Bütün bölənləri yazaq. 1, 100, 2-yə bölünür 50, sonra 3-ə bölünmür, 4-ə bölünür 25, 5-ə bölünür 20, 6-ya bölünmür, 7-yə bölünmür, 8-ə bölünmür, 9-a bölünmür və 10-a bölünür. Deməli burada 100-ün sadə bölənləri 2 var və 5 var. Sadə bölənlərin cəmini istəyir. 2 ilə 5 də toplayanda 7 A variantı. İndi isə keçək 26-cı suala. Deyir ki, AB ardıcıl tək ədədlərdir. Deməli biz ardıcıl tək ədədlərdən nə başa düşürük? Ardıcıl tək ədədlərin həmişə əbubu 1 olur. Bu qayda olaraq yadda saxlamaq lazım idi. Əbub ardıcıl tək ədədlərdirsə 1-dir. Bax, bura 1. Sonra
Bizə nə sonra verib ki, cəmi 144-dür, əkobla cəmi 144-dür. Deməli, 144-dən 1 çıxanda, ipucu bu 1 idi. 1 çıxanda qalır 143. Əkob isə 143 olmalıdır və AB cəmi neçədir? Burada 143-ü sadə bölənlərinə ayırsaq, deməli 143 ədədi 1-ə bölünür, 143-ə bölünür. Sonra bir də 11-ə bölünür, 13 alınır 143 ədədi. Yəni bunu da bir-bir yoxlamalı idiniz ki, 143 neçəyə bölünür. Deməli burada ardıcıl tək ədədlər dediyi üçün təbii ki 11 və 13-ü götürürük. 143 11-ə bölündü 13 edir. Və A və B deməli ki cəmi neçə edir? 11 ilə 13 toplayanda 24 B variantı. Keçirik növbəti suala. 27-ci sual. Sadə burada tənasüf verilib. Tənasübə əsasən 2 vurulsun x çıxılsın 1 bölünsün 18 bərabərdir. Ben bunu kəsr şəklində yazdım. 24 bölünsün 36. Yəni bunları bölməni kəsr şəklində yazdım ki daha yaxşı baxa bilək. Burada ixtisarlarımız getsə 36 ilə 24 təbii ki 8-ə bölünür. 8-ə bölsək daha sadələşdirilmiş formasını yazın. Hətta burada da 2-yə ixtisarləsək. Bunları 2-yə ixtisarləsək 9, 2-yə bölsək 1. Ona görə x çıxılsın 1 bölünsün 9 bərabərdir. Bunlar da 8-ə neçə bölünür? 24 və 36 12-yə bölünür. İkisini də 12-yə bölsək burada 3 qalır, burada isə 2 qalır. 3-də 2. Sonra misalımızın cavabını tapaq. 3-də 2. Buradan x-i tapmaq üçün ortaq məxrəc 3-ü 3-ə vurarıq. 9, 2-ni 3-ə vurarıq 6. 9, 9-a bərabərdir. Ona görə də sürətə indi bərabərləşdirək. X çıxılsın 1 bərabərdir. X çıxılsın 1 bərabərdir. 2 vurulsun 6, 12. 12. Ona görə də deməli x-imiz neçə olur? Burada 3-ə vurmaq lazım idi. Burada qarışdırdım. Bu 3-ə vururuq. 2 vurulsun 3, 6 edir. Bura 6 yazırıq. X çıxılsın 1 bərabərdir 6-ya. Deməli x bərabərdir 7-yə. A variantı. Keçirik növbəti suala. 28-ci sual. X, Y, Z mənfi tam ədədlərdir. Mənfi tam ədədlər. Bura yazılıb ki, x plus y bərabərdir mənfi 11. Sonra y plus z bərabərdir z mənfi 17. X plus y plus z cəmi ən az neçə ola bilər bizdən istəyir? Ən az istəyir. Ən az istəsə biz mənfiyə doğru getdiyi üçün burada y-lər ortaqdır. Y-ləri daha çox götürək. Niyə görə daha çox götürürük? Çünki mənfini daha çox götürəndə cavabımız daha çox kiçilir. Mənfi 10 götürə bilərik. Mənfi 11-dirsə, bura mənfi 10 götürsək, burada mənfi 10 götürsək, çünki bura y-lər ortaqdır. Bura qalır mənfi 1, mənfi 1 ilə mənfi 10 toplayanda mənfi 11. Burada qalır mənfi 7. Mənfi 7. İndi bunun cəmini istəyir. Mənfi 10, mənfi 1, mənfi 10 və mənfi 7-ni toplayanda deməli, buradan başqa görür nəsə şərt verib, yoxsa yox. Ən az istəyir bizdən. Xeyr, burada 16 burada az olur. Daha doğrusu ən az istəyir, burada ən az olmadı. Burada toplayanda mənfi 18-dədir. Bu çoxdur. Cavablarda daha az variantlar var. Burada gəlin z-ni daha kiçik götürməyə çalışaq. Mənfi 17-dir. Mənfi 16 götürək. Bura mənfi 1 qalsın. Burada mənfi 1 qalsa, onda x mənfi 10 olur. İndi belə sınayaq bu formada. X mənfi 10, z, y mənfi 1, z də mənfi 16. Toplasaq 16, 1, 17, 10 mənfi 27. Daha az götürmək olarmı? Cavablarda məsələn mənfi 28 və mənfi 29 var. Daha az götürmək olmur. Çünki z-də ən az 16 götürmək olur. Ən az deyək də 16 götürmək olur. Daha az götürmək olmur. Mənfi 17 falan götürmək olmur. Çünki mənfi 17 götürsək z-də y 0 olmaq məcburiyyətindədir. O da olmaz. Çünki x, y, z mənfi tam ədədlər olmalıdır. Ona görə də cavab B variantı bu şəkildə. Deməli 29-cu sual. Deməli rəqəmlərin müxtəlif 3A, 5B, 4 rəqəmli ədədi 12-yə qalıqsız bölünür. A-nın ala biləcəyi müxtəlif qiymətlərin cəmini tapın. Bu sualı necə yazmaq lazımdır? 12-yə qalıqsız bölünür. 12-yə bölünmə əlaməti bilirik ki, 3-ə və 4-ə bölünməlidir ədəd. 3-ə və 4-ə bölünmə qaydasını burada tətbiq etməliyik. 12-yə bölünmə qaydası budur. Deməli, birinci
A'nın ala bildiyi müxtəlif qiymətlər soruşur. Birinci 4-ə bölünmə qaydasını tətbiq edək. 4-ə bölünmə qaydası son iki rəqəmin göstərdiyi ədəd 4-ə bölünməlidir. 5B 4-ə bölünməlidir. Burada 50 təbii ki 2 4-ə bölünür, bir də 56 4-ə bölünür. Başqa məsələn 51, 52, 53, 50 bunlar 4-ə bölünmədiyi üçün onları sınamırıq. Artıq B-nin yerinə yalnız 2 və 6 uyğun ola bilər. Gəlin birinci 2-ni yazaq. 3A 5 B-nin yerinə 2 yazıram. İndi A-nı tapaq. 3-ə bölünməlidir. 3-ə bölünmə qaydasında rəqəmlər cəmi 3-ə bölünməlidir. İndi görək burada necə tapırıq. Deməli B2 olanda, B2 olan variantına baxırıq. B2 olanda A-mız neçə olar? 2 olsa 3-ün üstünə 5 gəlsək, 8, 8-in üstünə 2 gəlsək 10. 10-un üstünə isə gəlsək 3-ə bölünər. 10-un üstünə 2 gəlsək, deməli 3-ə bölünər. 5 gəlsək 15, bir də 8 gəlsək 18 3-ə bölünər. Ona görə də A 2, 5, 8 oldu. Sonra keçirik B-nin 6 variantını sınamağa. Yadda silməyim, qalsın. B-nin 6 variantını da bu tərəfdən yazaq. Deməli 3A 5 2 ədədi 2 yox 6-nı artıq sınayırıq. Burada B-nin yerinə 3-ün üstünə 5 gəlsək 8, 8 6 gəlsək 14, 14-ün üstünə 1 gəlsək, deməli 14-ün üstünə 1 gəlsək 15, deməli 3-ə bölünür. 4 gəlsək 18 3-ə bölünür. Bir də 7 gəlsək 21 3-ə bölünür. İndi ona görə də B-miz 6 olanda A-mız neçə alınır? 1, 4, 7. A-nın ala biləcəyi müxtəlif qiymətlərin cəmini istəyir. Gəlin fikirləşək. 1, 4, 7-ni toplasaydıq, bax bunların hamısı alır. 1, 4, 7-ni toplasaq 12. Daha sonra burada müxtəlif rəqəmli deyir. Rəqəmlər müxtəlif. Ona görə də bəzilərini sınamağa ehtiyac yoxdur. Məsələn, burada 2 olmaz. Bunu silək. Burada 2 ola bilməz. B2 olanda deməli A-da 2 olmur. Bir də burada hansı ola bilməz? 5 olmur. Çünki 5'dir. Burada da 5 var. B yox. Buradakı ədəd 5 olmaz. Niyə görə olmaz? Təbii ki müxtəlif rəqəmli dediyi üçün. Ona görə bu 2, 5'i buradan çıxırıq. 1, 4, 7 ama olardı. Bax burada 1, 4, 7, 3, 5, 6'ya təsir etmir. Yəni rəqəmlər müxtəlif olur. Bir də 8'i buradan götürdük. 12 üstə 8 cavabımız 20 alınar D variantı. İndi isə davam edək. 30-cu sual. Deməli burada bizdən nə istəyir? Adi hesablamadır. Hesablamaның nəticəsini necə edək? Təbii ki burada vurma əməllərini birinci edək, sonra çıxmanı edək. Əməllər sırasına görə vurma etmək üçün burada bölmə var birincisi. Bu iki ədədi bir-birinə bölmək üçün normal natural ədəd gətirəcəm. Vergüldən azad etmək üçün bunu 100'ə vuraram, bunu da 100'ə vuraram. Çünki 100'ə vursaq yuxarıda alınır 60, aşağıda alınır 16. Sonra bu ikisi sağ vergüldən sağda 3 dənə olduğu üçün 1000'ə vururam. Bunu da 1000'ə vurmaq məcburiyyətindəyəm. Çünki içərisinin sürət və məxrəcini yeni ədədə vurmalıyam. 1000'ə vursaq 15 alınır. 1000'ə vursaq 120 alınır. Burada. Daha sonra çıxılsın. Gəlin davam edək. Burada da ikisini də 100'ə vurmalıyıq. Çünki aşağıda vergüldən sağda 2 dənə var. Burada 16, burada 20 alınır. Vurulsun. Burada isə 1000'ə vurmaq lazımdır. Vergüldən sağda 3 dənə var. 1000'ə vurmaq lazımdır. Yuxarıda eləyir 120, aşağıda eləyir deməli 15. Bax bu şəkildə. İndi görək növbət dəfə hansı əməl etmək lazımdır. Təbii ki burada ixtisarlar ola bilər. İxtisar da edib cavab tapa bilərik. Burada 1, burada 4. İkisini 15'ə böldüm. Qaldı 16'da 4 vurulsun 120. Yəni burada hələ ki belə qalsın, çıxılsın. Hətta burada ixtisarlayıb son cavabı tapa bilərik. İkisini də 4'ə bilərik. Qalsın hələ ki məncə. 16'da 4 vurulsun 120. Çıxılsın. Burada da ixtisarlarımızı apara bilərik. 15'ə bölünür 1, 15'ə bölünür 8. Çıxılsın 16'da 20 vurulsun 8. Bu da bərabərdir. 16'da 4'ü deməli 120'yə vursaq olacaq 480. Çıxılsın 16'da 20'ni 8'ə vuranda 160. Burada belə də edə bilərik. 28'ə vuranda 160. Sonra bərabərdir 16'da 480'dən 160 çıxsın.
320 burada. 320'ni də 16'ya böləndə təbii ki 20 alınır. Cavab C variantı. Təbii ki burada ixtisarlar da edə bilərsiniz. Siz birbaşa mən sona kimi az ixtisar etdim. Siz bu yarı yolda da ixtisarlarımızı edə bilərdiniz. Yəni hər türlü cavab 20. C variantı. İndi isə keçirik növbəti suala, 31-ci sual. Deməli bizə deyir ki, bir avtobusda 40 sərnişin, yaşların ədəd ortası burada 25'dir. 40 dənə sərnişin var. Bilmirik. Nöqtə yazıram. Yaşlarının ədəd ortası deməli 40'a bölmək lazımdır. 40'a böləndə 25'dir. Çünki ədəd ortada sayına bölmək lazımdır. 25'dir. Onda bu 40 dənə adamın yaşlarının cəmini tapa bilərik. Necə? Təbii ki 40'ı 25'e vurub biz nəyi tapırıq? Bu 40 adamın ümumi yaşları cəmini. O da eləyəcək 1000. 1000 yaşı var bu 40 adamın. Bu avtobusda yaşları ədədi ortası 22 olan 5 sərnişin düşdü. Deməli yaşların ədədi ortası 22 olan 5 sərnişin düşdü. Onda 5'i 22'ye vurarıq. Biz görək neçə yaşlı adam düşər burada. 5'i 22'ye vursak tabii ki 110. 110 yaşlı adamlar düştü. Onda yerine her birinin yaşı 14 olan 5 sərnişin mindi. Bunların yerine her birinin yaşı 14 olan 5 sərnişin mindi. 5 nəfər düştü. 5 sərnişin bildi. Bu da eləyəcək 70. Bu mindi. Bunlar ise çıxmışdı. Yəni oxuyaq. Bu avtobusdakı yaşların ədəd ortası 22 olan 5 sərnişin düşdü. Yəni 110 nəfər, 110 yaş çıxılmalıdır bu yaşdan. Və 5 nəfər düşdü, qaldı 20 nəfər. Yerinə hər birinin yaşı 14 olan 5 sərnişin minir. Onda yenə də 25 sərnişin olacaq, amma 70 bu dəfə yaş əlavə olunmalıdır. Avtobusdakı sərnişinlərin yaşların ədəd ortası neçə olar? 110, 1000-dən 110 çıxıb üstünə 70 gəlsək, yəni 110 çıxmaq, üstünə 70 gəlmək toplamda 40 dənə ziyan deməkdir. Niyə görə? Çünki 110'dan 70 çıxdıq 40. Onda 1000'dən 40 çıxırıq. 1000'dən 40 çıxırıq. Qalır deməli 960. İndi 960'ı neçəyə bölməliyik? Təbii ki 25'e bölməliyik. Görək. Daha doğrusu neçə yaşların ədəd ortasını istəyir bizdən. Daha doğrusu burada 40 sərnişin var idi. 40 sərnişindən 5 nəfər azalıb, sonra 5 nəfər yerinə qayıdıb. Yəni 40 sərnişin burada dəyişmir. Yaş sadəcə olaraq 40 yaş azaldı. 960'ı 40'a böləndə isə 24 alınır. Yəni yeni ədəd orta artıq B variantı 30-cu sualda. Keçirik. Deməli 32-ci suala. Bu EFC kvadratının sahəsi 3600'dür. Baxaq. Bu EFC kvadrat var. Sahəsi S bərabərdir A vurulsun A bərabərdir 3600. Kvadratın sahəsi necə 3600 ola bilər? Neçəyə vuranda 3600 eləyir. Biz bildik ki 60'ı vuranda 60'ı 3600 eləyir. Yəni kvadratın bir tərəfi 60'dır. Sonra AB tərəfinin uzunluğu 120. Bura 120'dirsə burada 120'dir. Burada 60'dır hətta. Buradan bildik. Çünki burada 60 olmalıdır. Bizə nə istəyir? ABCD düzbucağlının ABC düzbucağının sahəsində təbii ki biz düzbucağının uzunluğunu vermişdik buranı. Amma enini hardan tapdıq? Kvadratın tərəfinin 60 olundu. Düzbucaqlı birləşik olduğu üçün düzbucağının da eni 60'dır. S bərabərdir. 60 vurulsun 120 cavabı tapırıq. O deyilir 672. 2'dən də 0 atırıq. 7200. Sonra tamamlayaq. Otaq düzbucaqlı formada olan döşəməsi. Düzbucaqlı formada bir otaq çəkək. Burada. Sonra döşəmənin tərəfləri 25 cm və 50 cm olan kafellərlə örtülüb. Kafellərin sayısını istəyir. Deməli, bu kafellərin ölçüsü də burada qeyd edirik. Məsələn, içinə belə kafellər düzülüb təbii ki. Onun tərəflərində 25 cm və 50 cm verib. Ümumi otağın sahəsini tapmaq S bərabərdir. Metrlə verdiyi üçün biz santimetrə çevirək. Bura olsun 900, bura olsun 400. Niyə görə santimetrə çevirdim? Çünki döşəmələrin belə deyimdə tərəfləri santimetrlə verilib. 400 vurulsun 900 bizim üçün alınır
otağın sahəsi 4936, arxasına 4 dənə 0, 1, 2, 3, 4. Yəni 360 min santimetr, kvadrat santimetr. İndi isə içərisindəki döşəmənin sahəsini tapaq. S bərabərdir. 25'i vurmalıyıq. Buradakı 25 vurursun 50. Yəni içərisində santimetrlə verilən kiçik kafelər örtülüb. 50-nə deməli 25'e vursaq bərabər də alınır. 1250 kvadrat santimetr. İndi 360 min kvadrat santimetrin içerisinde neçə dənə 1250 kvadrat santimetrlik kafel var? Onu tapmaq üçün təbii ki bölmə əməliyyatı aparmaq lazımdır. İndi buraya yazırıq. 360 min bölünsün 1250. İndi baxaq. Birinci burada eləsə bunun içərisində 2 dəfə alınır. Deməli 2500 çıxılsın 0 0 altdan 5 çıxsaq 1, 3-dən 2 çıxsaq 1, 1100. Bir dənə də burada 0 əlavə etsək, daha sonra 8'ə vursaq 0 0 40 0 1. Yəni buradan çıxsaq alınacaq yenə 1000, bir dənə də 0 düşürdü 10.000. 10.000 içində yenə də 1258 dəfədir. 288 dənə kafe yerləşər onun içərisinə, otağın içərisinə. Keçirik 34-cü sual. Məhlul məsələsi. Deməli burada necə etmək lazımdır? 40 faizli, bizə 40 faizli verib artıq %40. 150 litr duz məhlulu, 150 litr. Neçə litr su əlavə etmək lazımdır ki 25 faizli olsun? Birinci buradakı duzun miqdarını bilmək tapaq. Məhlul 150 litrdir və budakı bizim duzumuzdur. Görək duzu necədir? Buradan duzu tapsaq x bərabərdir. Çarpaz vursaq 1'e yazaq da 100 vurulsun x bərabərdir. Çarpaz vururuq. 40 vurulsun 150. X bərabərdir. Burada islahatlarımız geçsin. 50'ye bölünür 2. 50'ye bölünür 3. 2x bərabərdir. 3'ü 40'a vuranda 120. X bərabərdir. 120'yi 2'ye vuranda 60. İndi isə x'i 60 tapdıq. Yəni duzun miqdarı 60'dır. Buna sildim. Sonra deyir ki neçə litr su əlavə etmək lazımdır ki 25 faizli olsun. %25 olsun. Üstə gələk bərabərdir. 150 litrin üzərinə nə qədər? Bax x sayda. Bu məhluldur. Bu qədər su əlavə etsək. Yəni neçə litr su əlavə etmək lazımdır ki 25 faizli olsun. Burada da duzumuzun miqdarı dəyişmir. 60 tapmışdıq duzumuzu. İndi bunu çarpaz vurub tapmaq lazımdır x'i burada. Necə vuracağıq? Təbii ki 25'i 150'ye vuracağıq. Burada 25 vurulsun 150 plus x bərabərdir. Burada isə 60'ı vurmalıyıq 100'ə. İndi bu cürünə davam etsək, buranı siləm artıq. Təniyimizi davam edək. Deməli 25'i 150'ye vuranda eləyir 3750. Üstə gələk 25'i x'ə vuranda 25x bərabərdir. Altını da 100'ə vuranda 6000. 6000 alındı. 25x bərabərdir 6000'dən deməli çıxmalıyıq. 6000'dən çıxırıq 3750'dən çıxmaq lazım. Çıxanda alınır 2250. X bərabərdir 2250'ni bölmək lazımdır 25'ə. Orada da alınır 90. Bizim x'imiz yəni sondakı suyun neçə litr su lazımdır? 90 litr C variantı. Deməli 35-ci sual. Kəsrlər müqayisəsi hansı variantda doğru verilmişdir? Deməli biz birinci bilirik ki bu düzgün kəsirdir, bu da düzgün kəsirdir. Amma bunlar düzgün olmayan. Daha doğrusu bir dənə səbir olaq. Bu düzgün kəsirdir. Bu da düzgün kəsirdir. Bu da düzgün kəsirdir. Bu da düzgün kəsirdir. Hamısı düzgün kəsirdir. Yəni kəsin sürəti məxrəcindən kiçikdir hamısında. Və arasında fərq 1'dir. Bu xüsusi bir qaydaya əsaslanır. Əgər arasında fərq 1'dirsə, yəni kəsin sürəti və məxrəclər arasındakı fərq 1'dirsə, onda elə böyük görsənənlər daha böyükdür. N böyükdür M-dən, böyükdür L-dən, böyükdür K-dan. Yəni burada N daha böyük olmalıdır. N birinci, sonra daha doğrusu böyük burada hansıdır? Ən böyüyü budur. 111'də 110. M daha böyükdür.
111'də 110 böyükdür. Yəni M. Burada daha sonra böyük olan budur. 110'da 109. Yəni sonra N gəlir. Sonra böyükdür. L'dən 101'də 100 böyükdür. 11'də 10. Bu da K. MNLK cavabı, MNLK cavabı cavab D variantı düzgündür. Hansı qaydadan istifadə etdik? Kəsin sürət və məxrəcini eyniləşdirmədik, müqayisə etmək üçün. Xüsusi qayda var. Düzgün kəsirlərdə əgər sürət və məxrəc arasında fərq 1-dirsə, baxın 11'dən 10 çıxanda 1, 101'dən 100 çıxanda 1. Fərq 1-dir hamısında, sürət və məxrəc arasında. Bu zaman düzgün kəsirlərdə sürət və məxrəc arasında fərq eyni olanda kəsin sürəti və məxrəci böyük olan kəsir digərindən daha böyük olur. Ona görə də biz elə böyükdən kiçiyə doğru sıraladıq. Deməli, 35'də cavab D variantı. 36-cı sual. Kater çayın axını ilə yol gedir. Deməli, kater məsələlərində bu düsturu vermək lazımdır. Bir var çayın axını ilə S bərabərdir. Deməli, V kater üstə gələk V çay vurulsun T. Çayın axının əksinə qarşı. Axın əksinə qarşı necə hərəkət edir? S bərabərdir. Buradan yazım. S bərabərdir V kater çıxılsın V çay vurulsun T düsturundan istifadə edirik. İndi 3 sahada çayın axını ilə deyir. Burada birinci dediymişdir. 3 sahada T'miz 3'dür. 72 km. S'imiz yolumuz 72'dir. Çayın axma sürəti 4 km. Çayın axma sürəti 4 km və katerin sürətini tapmalıyıq. Çünki kater kömək eləyir burada. Burada V kateri tapmaq üçün tənliyimizi davam edək. 72'ni 3'ə bölürük. 72'ni 3'ə bölək görə mötərizənin içi neçə edir? 72 bölünsün 3 bərabərdir 24. Sonra 24'dən 4 çıxıb V kateri tapırıq. 24'dən 4 çıxanda 20. V kateri tapdıq 20. Yəni katerin sürətini. V katerin sürətidir. Daha sonra katerin sürətini 20 tapmışıqsa gətirib yerinə qoyuruq. Deyir, kater sonra çayın axınına qarşı 48 km. Baxın 48 km. Çayın axının əksinə, yəni axına qarşı. Yolu neçə saata qət edər? Bu yolu neçə saata qət edər? Yəni T-ni istəyir bizdən. T-ni istəyir və çayı da bildik. Çünki çayın axma sürətini bilirik burada. 4 yazırıq. Vurulsun T. T'ni tapmalıyıq. T'ni tapmaq üçün nə etmək lazımdır? 20'dən 4 çıxırıq burada. 16. 16 neçəyə vuranda 48'liyər burada. 16'nı, yəni 48 16'ya böləndə 3. T bərabərdir 3. Cavab B variantı. 37-ci sual. Görək burada nə istəyir? 20'də 7 üstə gələk 15'də 4 çıxılsın 12'də 1 vurulsun K. Birinci mötərizənin içini həll edək. Daha sonra sualımıza baxaq. Deməli, ortaq məxrəc gətirməliyik. Yəni, məxrəclərin əkobunu tapmaq lazımdır. 20, 15 və 12'yə bölünən ən kiçik ədədi fikirli. 60'a bölündüyü üçün hamısı, yəni ən kiçik ortaq bölünəni deməli, neçədir? 60'dır. Bunlar 3'də. Onda ortaq məxrəc gətirsək, bunu 3'ə vurmaq lazımdır. 60 olması üçün 60'da 3, 7, 21 üstə gələk 4'ə vurmaq lazımdır. 60'da neçə alınır? 16. Çıxılsın 60'da 5'ə vurmaq lazımdır. 60'da 5 bərabərdir. 21'in üstünə 16 gəlsək burada birinci. 21'in üstünə 16 gəlsək 7, 37. 37'dən də 5 çıxsaq eləyir 60'da 32. Sonra ixtisarləsək ikisi də neçəyə bölünür? 4'ə bölünür. 4'ə bölsək 15'də 8. Artıq bundan sonra ixtisar olunmur. Ən kiçik, yəni ən sadə halı budur. Vurulsun K bir də sonda. Deyir ki, K ifadəsinin qiyməti natural ədəd olarsa, bərabərdir natural ədəd olmalıdır. K-nın ən kiçik natural qiyməti neçə olur? Yəni bu ədədi neçəyə vursaq natural ədəd alınır. Təbii ki 15'i 15'ə vursan, 15'də 8'i daha doğrusu. 15'ə vursan, burada 15'lər ixtisar gedər. 1. Bərabərdir 8 alınır, natural ədəd alınır. Yəni ən kiçik 15 ola bilər burada. Cavab B variantı. 15'də 8 kəsirini neçəyə vursaq, bizə deyir K. İfadəsi natural qiymət ala bilər, ən kiçik qiyməti. O da 15 alınır. 15'dən daha kiçik
bir şey düşünə bilmirik. Deməli, daha sonra 38-ci sual. Deməli, bir-birinə döndürən iki çarxdan birincisi 30 dişi var, ikincisinin 24 dişi var. Birinci çarx 20 tam dövr etdikdə, ikinci çarx neçə tam dövr edir? Bərabərdir x. Onda bu şəkildə yazırıq. Deməli, bu dişlərinin sayı, bu isə dövrlərin sayı. Sonda bir-birinə vuranda bərabər olmalıdır. Bir-birinə döndürən iki çarx olduğu üçün. Deməli, 30'u 20'ye vuranda 600 bərabərdir 24 vurursun x. Deməli, x-i tapmaq üçün 624'e bölmək lazımdır. 600 bölünsün 24. Təbii ki, burada eləyəcək 2 dəfə. 48 çıxanda 12, 12'nin bir dənə də 0 atırıq. 120 içində 5 dəfə. 5 4'ün 20, 5 2 10, 12. Cavabımız x bərabərdir 25. D variantı. Burada düzgün variant D variantı. Deməli, keçirik 39-cu suala. A çoxluğu 60'ın natural bölənləri, 60'ın natural bölənləri, B çoxluğu isə 72'nin natural bölənləridir. Ona görə də biz birinci bu çoxluğu yazaq. Bizə C nədir? C dedik ki, A ilə B-nin deməli kəsişməsi olarsa C çoxluğunun elementlərinin cəmini tapın. Birinci A çoxluğunun elementlərini yazaq. 60'ın bölənləri göy qurşağı üstündən yazıram. 1 60 deməli 2 30 3 20 4'e bölünür 15 6'ya 5'e bölünür 12 6'ya bölünür 10 7 8'e bölünmür 9'a da bölünmür. Burada bitti. Keçirik 72'nin bölənlərinə. 1 72 2'ye bölsək 36 3'e bölsək 24 4'e bölsək 18 5'e bölünmür 6'ya bölsək 12 7'ye bölsək olmaz 8 vurursun 9 da 72 edir, bunlara bölünür. İndi bunların kəsişməsi. Bax, bu kəsişmə işarəsidir. Çoxluqda deməli hansı olar? A ilə B haqqında danışır. Deməli kəsişməsi 1'lər var, 2'lər var, 3'lər var, 4'lər var, 6'lar var. Daha sonra kəsişmə 12'lər var. Daha sonra baxıram. Ortaq bölündüyü ədədlər var mı? Daha sonra görmədim mən burada. Gəlin toplayaq. C çoxluğun elementlərinin cəmi istəyir. 12'nin üstünə 6 gəlsək 18, 18'in üstünə 4 gəlsək 22, 22'nin üstünə 3, 2, 1 də 6 edir. 22'nin üstünə də 6 gəlsək 28. Cəmi 28 D variantı. Yəni 10 dənə çox cavabımız budur, başqa da ola bilməz. Deməli 40-cı sual. Burada deyir ki, 40-cı sualda A bərabərdir -7, B bərabərdir -9, C bərabərdir -11 olarsa doğru müqayisəni göstərin. İndi variantlardan sınamalıyıq, çünki bir-bir yoxlamaq lazımdır. A variantını yoxlayaq. 2 vurulsun -7, üstə gələk B -9, böyükdür deyir 2 vurulsun C-dən, 2 vurulsun -11'dən. -11'dən görək, düz deyilmi? 2'ni -7'ye vuranda olacaq -14. -14'ün üstünə -9 gəlmək lazımdır. Böyük olmalıdır -22'dən. Təbii ki, bu böyükdürmü? 14'ün üstünə 9 gəlsək, eləyəcək 23. -23 böyük deyil -22'dən. Təbii ki, biz bilirik ki, mənfidirsə, mənfilərdən kiçik olan böyük olur. Bir səhvdir. A variantı. Keçirik ikinci B variantına. Burada 2B çıxılsın A var. İndi baxaq. 2B yazacağım 2 vurulsun -9. Çıxılsın A'mız da -7'dir. Çıxılsın -7 böyükdür -11'dən. Görək bunu necə əldə edərək. 2'ni -9'a vursaq alacaq -18. Burada mənfi ilə mənfi qarşı-qarşıya gəlir. Müsbət 7 böyükdür -11'dən. -18 ilə 7'dən çıxsaq, yəni toplasaq daha doğrusu, burada eləyəcək -11, burada eləyəcək -11. Ona görə də bu da işarətimiz uyğun gəlmədi. -11, -11'ə bərabərdir. Bunu da keçirik. Keçirik C variantına. C çıxılsın 2B. C-dən C -11'dir. Çıxanda 2 vurulsun, çıxaq 2 vurulsun. Belə yazaq da
B. B neçədir? 9. Mənfi 9. Böyükdür A-dan bizə deyir. Böyükdür A-ya baxaq. A da mənfi 7-dir. İndi gəlin yerinə qoyaq, hesablayaq. Mənfi 11 üstə gəlsin. 2 9-un 18 edir. Müsbət mənfi ilə mənfi qarşı gəlgəndə müsbət edir. Böyükdür mənfi 7-dən. Onda 18-dən 11 çıxanda burada 7 böyükdür mənfi 7-dən. Təbii ki, müsbət ədəd mənfi ədəddən böyükdür. Yəni C variantı doğru variant, C variantı. Bu riyaziyyat suallarının izahı idi. Növbəti video izahda isə 6-cı sinif məntiq videoların izahını paylaşmağa çalışacağım və 6-cı sinifdən sonra isə 5-ci sinif və 4-cü sinifində videolarını, sınaq videolarının izahını verməyə çalışacağım. Sağ olun. Növbəti video izahda görüşərik.